Salam hörmətli izləyicilər. Bildiyiniz kimi həyatda iki cür uğur mövcuddur. Biri var şəxsi uğur, biri var kollektiv uğur. Şəxsi uğur bir şəxsin öz istedadı, öz qabiliyyəti, öz savadı nəticəsində cəmiyyətdə bir mövqe tutmasıdır. Amma kollektiv uğurda isə belə deyil. Kollektiv uğurda müəyyən müəssisənin, təşkilatın, şirkətin qazandığı uğurdur ki, yəni burada olan uğur tək bir nəfərdən asılı deyil. Bugün Amerika Birləşmiş Ştatlarında hazırda yaşayan biznes sahəsi üzrə psixoloq olan, təlimçi olan, araşdırması olan Jim Collins adlı bir alim yaşayır. Onun iki möhtəşəm əsəri var. Biri Alidən daha əlamətdara, zirvəyə, kitab belə adlanır. Bir də var Düşmək və Yüksəlmək adlı əsərləri var. Çox möhtəşəm əsərlərdir həqiqətən də. Mən oxumamışam, amma o kitabları maariflənmək üçün oxumağa söz vermişəm. Yəni Amerika Birləşmiş Ştatlarında yüksək nüfuz qazanmış, deməli dövriyyələri milyardlarla ölçülən 11 şirkətin rəhbərlərindən müsahibə alıblar və onlar bu uğurun nəticələrini belə aşkar etmişlər, belə müsahibə götürənlərə bildirmişlər ki, bizim müəssisəmiz, şirkətimiz gəlirlə, uğurla, xeyirlə işləyəndə biz gedib pəncərədən çölə baxırıq. Yəni pəncərədən çölə baxmaq bu o deməkdir ki, bu uğurda tək mənim rəhbər kimi yox, hamının burada uğuru var. Amma şirkət zərərlə, ziyanla işləyəndə mən gəlib güzgüyə baxıram ki, burada tək günah mənim özümdür. Ona görə də insanlar uğur qazanmaq üçün daim çalışmalıdır. İndi o uğur həyata keçmək üçün müəyyən bir plan olmalıdır. Bu plan üzrə hərəkət etmək lazımdır. İndi sonda ola bilsin ki, bu uğur həyata keçsin, ola bilsin ki, keçməsin. Amma keçməsi üçün daim çalışmaq, öz üzərində işləmək lazımdır. Çox sağ olun, kanalıma abunə olmağı unutmayın.